canlı açırlar ki, qolun tüşləri, saçları da açıq, şefdir da. Görürəm orada kommentariya yazılır. Şimdi arada bir bilməyəm, vaxtım yoxdur nəfə çizməyə. Hərdə bir baxıram, nəfə bir vaxtım gözümə çatdı, məsələn bir şef işləyir, deyirlər ki, paşoyu bağla. Deyir, yox bağlamıram, deyir, bağlamıram, deyir, hamı bağlanır. Amma şef namarı restorana nümunə olmalıdır. Şef işçilərə nümunə olmalıdır. Şefin başı bağlı olmalıdır. Əlindəcək olmalıdır ki, onu gələn işçilər ondan tərbiyə almalıdır. Bax, sabah məsəl ki, tələbə yetişdirdik. Görürsən, sözü başa açıq qoymuram ki, dərsimdə. Sıra yaxınlaşmağa icazə vermirsiniz. Əlcək başı örtülür. Ötə çolkozdur. Oğlandan da çolkasını qoymuram ha bu ayırda. Hamı uzun. Yəni, sabah da gedib işləyəndə oğlum, sizə lazımdır. Çolka belə burada, kükre burada, kalpak burada, çolka tökülü deyil. Qabağımıza çıxanda fikir olaraq nə yazırsınız o kommentlərə? Vallahi mən yazmadım. Belə baxdım. Əli tamaqdır, əli yavru, mən yazmadım. Amma fikirləşdim ki, bu uşaq cavandımı, nədirsə belə deyir. Amma bu düzgündür. Onun birinci başı bağlı olmalıdır. Birinci şefin başı bağlı olmalıdır. Təhlükəsizlik yaranır. Əlbəttə, qida gedir. Çünki bütün yeməklər xuladadır. Xəsarət eləyə bilər, risk fikir dağılıb, əlində qısa olur. Əvvəllər Sovet dövründə gəlməm, yadınızı gəlir. Üzü qırxmasaydı, aşpazları kuxuya buraxmırdılar. Qadınların alnına qədər papa. Mən 31 ildir, hələ mənim alnımı görən olmur. Bayandır, başım bağlı. Görmürsünüz mü? Bir ildir söz dişləyirəm. Görmürsünüz mənim başım bağlı. Çolkam görürsən. Görüblər, indi kommentlərdə yazarlar. Allah'ın səni görən olub yoxsa ya. Görmürsünüz ki, Allah müəllimə almazsa. Yəni mən öz tərbiyəmi də sizə deyirəm ki, yəni getdiyim yol üstə deyirəm ki, yəni başı özü bağlayın, əl özü əlcəyiyin, təmizliyə fikir verin. Kuxunada işləyəndə təmizliyə fikir verin. Kuxuna təmiz olmalıdır. Aşpazın stulu, çünki orada qidadır. Xaladenik təmizlənməlidir. Məncə aşpazın əlində nakolka. Valla nakolkaya mən bir söz deyə bilmərəm, indi nakolka edə bilmirəm valla. Nə bilim, nakolkaya mən bir söz deyə bilmərəm.